Axşamınız xeyir olsun. Gedirik papaq atmağa. Bir daha Novruz bayramınız mübarək olsun. Gedim əziz, dəyərli, sevimli qonşularım. Yəni həm ki bayramlaşıb, həm də bahar qızı olaraq onları təbrik edim. Həm də papağımı doldursunlar. Gedirik, az qalıb. Gedirik. Çatdıq. Olsun da biz itdən qorxmuruq. Papağımızı gəlir. Ay, oğul neyinirsin? Çəldol, çəldol. Sağ olsunlar. Biraz diyorsun kapın 3-2-1. Diyeceğim. Esas odur ki komşum bilirdi ki mənə. Bilseydi ki ben deyirəm doldurmayacaqdı. Deyir 20'si papaq atmırlar kənddə. Həriyə bir dənə. Həriyə bir dənə. Özümün atmış. Özü sevdiğim için yandı. Bayramınız mübarək getdi kızlar. Patladım bir bırak. Getdi növbəti qonşuya. Abi koyun papaq ataqda nədir, nə güdürsün? Ay Allah. Arada belə də olur, bizi yaxalayırlar. Amma Rəfimə getdi atmağa. Biraz çəmdi o. Ben çok süratlisin ya. İnanabilmiyorum. Əslində gizlənmə. Tez ol. At. Giriş yap. Papaqlarımızı doldurdular. Bu mənim papağımdır. Aha, qəşəng, qəşəng. Bu da Nurayın papağıdır. Çekin. Razı qaldıq. Hey, qaldıq. İçimdə qalmışdı. Bakıda ata bilmədim papaq. Gedirik. Gedirik növbəti qonşu deyil, qohum evinə. Gedək onlara da papaq ataq. Uydu balaca minnoşumuz var. Onu da təbrik edək. Davam edək növbəti qonşuları təbrik etməyə. Tonqal qalayıblar. Yəqin ki elə bir şeylər atıblar ki, rahatdır. Meybi yox. Belə, həmişə belə mutlu olun. Gedirik növbəti qapıya papaq atmağa. Bu mənim baldızımın evidir. Papaqlarımız var. Vallahi hamı gördü bizi ki papaq atırıq. Papaqlar. Heç nə, papağı özümüz dolduraq inşallah. Başqa yolu yoxdur. Çünki çox belə şey bitər oldu ya, bu çöldəymiş. Doldurun. Reis nə istəyirsindir? Balaca mini banan mənim. Sen doldurmursan da biz özümüz dolduraq papağımıza. Yeni adətdir. Uşaqlar yeni adət. Sevdiklərinizdən qoya bilərsiniz. Biz doldururuq. Dayanın. Biraz ləpədən. Bir Tehran kimindir? Lepersiz. Ne demekti? Biz özümüzü Bəsdir. Mən öz papağımı doldurdum. Bu mənim. Eylədi. Baxın. Acamız da var. Hə. Vurdum. Da gördük doldurmursunuz. Hə? Hə. Gözümüz doldurdu. Yüzlü qonaqları baxıb belə atır. Getdik növbəti qapıya. İşte koy bura, sen ki burada bura. Hələlik görüşərik, sağ olun. Bye bye. Gəl uşaqlarım, yığılın, gəl. Bu qapıya da getdik papağımıza. Gedək, son qapımız var. Orada atırıq, ondan sonra evimizə. Gedirik növbəti qapıya. Gəl. Gülay, papağı qapını da içəri at. Güvəyindik istənmişik də. Eşitsələrə gəl. Gülaya dedim, bak qapını döy, papağı içəri at. Gülay, bir də döy. Qapını döy, içəri at. İçəri at. Az götür içəri at. İçəri at. Kənd yerində belədir. Bu da son. Gedirik artıq evə. Qoyuculuğumuzu doldurduq. Ne deməksən Gülay? Qaranlıqda. Salam. Sağ ol. Sağ ol.
Belə dostlar, yəqin ki sona qədər baxdınız videomuza. Bax beləcə qeyd elədik. 20 martda Novruz bayramında, Ramazan bayramında çox gözəl. Düzdür, çox insanın qapısına getmək istəyərdim, amma vaxt çox az, kənd də böyük olduğu üçün elə buradan bilsinlər ki, inanın, sevə-sevə gələrdim. Bilirəm ki, siz də sevə-sevə qapınızı mənim üzümə açardınız. Təşəkkür edirəm, var olun. Bir daha hər birinizi bayramı təbrik edirəm. Nə yaxşı ki varsınız.